Birinci sualımıza baxırıq. Bizə deyir ki, 3018 və 3626 ədədlərin hasilinin 9-a bölünməsindən alınan qalıq. Burada rəqəmləri cəmləyirik. Rəqəmləri cəmləyəndə bizdə deməli olur 12, digərində də olacaq 17. Burada belə eləyə bilərsiniz. İstəsəniz 12-ni 17-yə vurub alınan qalığı tapa bilərsiniz. Daha asan üsulla nə edərik? 12-ni bölərəm 9-a. 12-ni 9-a böləndə qalıq nə qalır? 3. Bəs 12, sonra 17-ni bölərəm. 17-ni 9-a böləndə də qalıq qalır 8. 2 dəfə 8-in elədi, 3 dəfə 8-in üzr istəyirəm. Elədi 24. 24-ü yenidən 9-a bölürük. Yerləşir 2 dəfə. Qalıq da qalır. Deməli 6. Cavabımız olur 6. Yəni D variantı. Keçirik ikinci suala. İkinci sualımızda da onluq kəsirləri müqayisəsidir. Onluq kəsirləri müqayisə eləyəndə indi nə edəcəyik? Bərabərdir. Gözləyin, mən bunları yazım. Daha sonra C 1/4-də də 8 olacaq. Bunları müqayisə eləyəndə burada dövr nə deməkdir? Yəni 8-lər təkrarlanır. Aha, 8-lər təkrarlanır. Daha sonra 1 tam dövrdə 80. Deməli, nə edir? 80-lər təkrarlanır. Sonra bərabərdir 1 tam 0 yenidən 8-lər təkrarlanacaq. Aha, baxıram ki, bəs bunların deməli tamları eynidir. Tamlar eynidirsə keçirik artıq digər mərtəbələri müqayisə etmək. Digər mərtəbəmizdə onda birləri 8, 8, 0-dır. 0 olan təbii ki, nə olacaq? Ən kiçik. Yəni C ən kiçik oldu. Daha sonra keçirik digər yüzdə birlər mərtəbəsinə. 8, burada artıq C-ni müqayisə eləmirik. Elə bil C-ni çıxartdıq. Baxıram, 8, 0. Təbii ki, 0 olan daha kiçik olacaq. B, daha sonra da A. Bu da hansı varianta uyğun gəlir? Yəni, variantlarda da belə göstərilib. A variantına uyğun gəlir. Üçüncü, bizə deyir ki, şua açıq bucağın fərqi 68 olan 2 bucağa bölünür. Açıq bucağın cəmi neçədir? Bir şəkil məsələni çəkməyə ehtiyac yoxdur. Amma çəkmək istəsəniz bir neçə üsulla həll eləmək olar da bunu. Məsələn, belə götürə bilərsiniz. Birini alfa çıxaq 68 götürə bilərsiniz. Cəmlərini 180 eləyib alfanı tapa bilərik. Daha sonra da 68 çıxıb kiçik bucağı tapa bilərik. Amma daha asan tənlik sistem qura bilərsiniz. Tənlik sistem quranda deməli necə olacaq? Bax, bu 3 nömrəlidir. Alfa plus beta deyək bucağın birinə. Açıq bucaq olduğuna görə 180 dərəcədir. Digəri də fərqini dedik ki, alfa çıxaq betamız bərabərdir 68-ə. Buradan deməli hər tərəfə toplayaq. 2 alfamız bərabərdir 180 üstünə 68 gəlirik. 248. Alfa da bərabərdir 248-i də bölürük 2-yə 124. Bizdən də kiçik bucaq istəyir. İndi istəsəz burada gətirib hər hansında alfanı yerinə qoyub tapa bilərsiniz və yaxud da ki, yəni ki, adi məsələdə yerinə birincidə məsələn yerinə qoysaq 180-dən 124 çıxırıq. 180-dən də 124 çıxanda eləyəcək 56. Yəni cavabımız olur A variantı. Sonra keçirik 4-cü suala. Bizdən soruşur ki, xarici bucağı 5, 8, 11 nisbətində olan üst bucağın ən kiçik daxili bucağını tap. Üst bucağın xarici bucaqlarının cəmi neçə idi? 360. 360-dırsa bunları toplayaq. Birinci gəlin x-i xarici bucaqlarımızı tapaq. 11x bərabərdir 360-a. Buradan da deməli bunlar x-larımızı toplayaq. 24x eləsin. 24x bərabərdir 360-a. X da bərabərdir. 360-ı da bölürük 24-ə eləyir 15. Aha, deməli bunun bir xarici bucağı 5 vuraq x olduğuna görə 5 vur 15. 75. Sonra digəri 8x olduğuna görə 8 vuraq x, yəni 8 vur 15. 8 vur 15-imiz elədi 120. 11 x-imiz da etdi. Deməli 11 vuraq 15. Bərabərdir. 11-ə də vuranda 165 eləyir. 165. Aha. Bizdən istəyir kiçik bucağını. Yəni buradakı 75-i götürmürük cavab olaraq. Bizdən istəyir daxili bucağının ən kiçiyini tapaq. Bax, şəkil olaraq belə çəkim sizə. Təxmini göstərim. Tutaq ki, bunun 165-dirsə bura 165 da ən kiçiyi 11x-in yanındakı olacaq. Çünki məsələn bura 75-dir. Elə bil hamısı 180 dərəcə yaradır. Daxili ilə xarici bir-birinə 180 dərəcə yaradır. Burada 120. Ən kiçik hansı olacaq? 165-in yanındakı. Yəni 180-dən 165 çıxsam ən kiçik cavab alıram. Olur 15 dərəcə. Bu da eləyir B variantı. Bir daha belə həllinə ümumi baxa bilərsiniz.
Deməli 5 nömrəliyə baxırıq. 5 nömrəlini addım-addım gedək. Birinci sürəti hesablayaq. Sürəti hesablayanda neçə eləyir? 3 tam 3-də 1. Bunu düzgün olmayan kəsrə çevirib yazaq. Bərabərdir. 1 üstə gələk. 3-də 10. Necə elədim? 3-3-ə vurdum, üstünə də 1-i gəldim. Keçirəm məxrəci hesablamağa. Məxrəci hesablayanda belə eləyə bilərik də. Bunu düzgün olmayan kəsr kimi yazaq. 3 tam 3-də 1-i yazayım. Gəlin burada aşağı hissədə eləyək. 2 çıxaq. Bu olsun 3-də 10 bərabərdir. Ortaq məxrəc olaraq 3-ün özünü götürüm. Bunu da təsəvvür edək. Məxrəci 1-dir. Olsun belə. Deməli 3-də 6 çıxaq 10 olsun. Bura olur. Deməli mənfi 6-dan da 10 çıxanda mənfi olacaq. 3-də 4. Aha, sonra bərabərdir. 1 plus buranı yerinə yetirirəm. Bax aşağı hissədə 3-də 10-u bölürəm. Mənfi 3-də 4-ə. Aha, birinci kəsr olduğu kimi qalır. İkinci kəsr sürət məxrəci yerini dəyişir. Amma mənfi işarəmizi itirmirik. 4-də 3. 3-lər ixtisar gedir. 10-la 4-də 2 ixtisar gedir. Burada qalır 2, burada qalır 5. Alınır. Mənfi 2-də 5. Aha, yazıram. Mənfi 2-də 5. Bərabərdir. 1-in üstünə də 2-də 5 gələndə və yaxud da bunu onluq kəsrə filan da çevirə bilərik. Amma adi kəsrlə də cavabımız gəlin adi kəsrlə də edək. Alınır deməli, bura düzgün olan kəsrə çevirəndə belə alınır da. Mənfi, yəni qarşı ədədə çevirəndə 2 tam 2-də 1. Yəni 1 çıxaq 2 tam 2-də 1. Bu da bizə nə verəcək? Mənfi 2-də 1-i verir. 1 tam mənfi 2-də 1-i verir. Bunu da cavab düzgün olmayan kəsrlə deyə, düzgün olmayan kəsrə çevirəndə mənfi 2-də 3, yəni C variantı alınır. 5-də də C variantı. Buyurun həllinə bir də baxa bilərsiniz belə. Aha, keçirik 6-cı suala. Deməli 6-cı sualda bizə deyir ki, x, y, z natural ədədləri üçün x, y plus x, z ədədi hasillərinin cəmi 23 etsin. Buradan nə edərik? X-i çıxardaq ortaq məxrəcə. Y plus z bərabərdir 23-ə. 23 necə ədəddir? Sadə ədəddir. Yəni 23-ü almaq üçün 1-ə və özünə vurmaq lazımdır. Onda biz desək ki, x 1-dir, yəni cəmi 1 götürə bilmərik də. Cəmi hansı natural ədədlər toplasan 1 eləyər. 0-da natural ədəd deyil. Ona görə buranın cəmimizi də götürürəm 23. Bizdən də ümumi soruşur ki, bəs x plus y plus z bərabər olur neçəyə? X-imiz 1-dir, yazıram 1. Y plus z neçədir? 23. Bərabər olur 24-də. Cavab olur, deməli A variantı. Keçirik 7-yə. 7 nömrəlidə nə edəcəyik? 7 nömrəlidə 2x bərabərdir 5y. 3x bərabərdir 7z. Aha, düzüşdürəm. Deməli, burada nə etməliyik? Normalda deyirdik necədir? Əmsallar bir-birinə bərabər olur da. X y-in əmsalına, y x-in əmsalına bərabər olur. Burada da eyni. Amma burada fikir verirsinizsə, biz məsələn x-i 5x götürsəm, digərində şərtim ödənmir. Yəni x burada 7-dir. Ona görə gəlin burada x-ları bərabərləşdirək. X-ları bərabərləşdirmək üçün bir tərəfi 7-yə vuracam, bir tərəfi 5-ə vuracam. 7-yə vursam, olur 14x bərabərdir 35y-ə. Bunu biraz aşağı düşürdüm. Deməli, bir dənə də bunu aşağı düşürdək. Aha, bu da hər tərəfini 5-ə vururam. Buradan alınır deməli 15x bərabərdir 35z. Gəlin burada y yazmışam. Bu y-i 5 olaraq düzəldim. Aha. Buradan da x bərabərdir y-in əmsalına, yəni 35k-ya. Y bərabərdir x-in əmsalına 14k-ya. Digərində, yəni burada x-imiz yenə 35k-dır. Bunu təkrar yazmağıma heç ehtiyac yoxdur. Z-imiz də bərabərdir 15k-ya. Gətirirəm, bax bu k-lı qiymətlərimi elə bizdən istənilən ifadənin yerinə qoyuram. Yəni bizdən istənilən ifadə nədir? X plus z, z çıxaq y. X-im necə oldu? 35k oldu. 35k üstə gələk 14k, ya 14 yox, 15k-dır. Z-ilə toplayırıq deyə 15k. Daha sonra yenə 15k çıxaq 14k. Aha. Bu 14'dür. 14k bərabər olur. Neçəyə? 35 ilə 15k'nı toplayıram. Eləyir 50k. Digərdə olur 1k. K'ları k. Yəni 50k'nı 1k'ya böləndə nə qalacaq? K'larım ixtisar gedir, qalır 50. Yəni olur 7-də D variantı. Keçirəm 8-ə. Deyir ki, taxıl üyüdüldükdə çəkisinin 90% qədər un alınır. Və nə qədər taxıl üyütmək lazımdır ki, 1260 kiloqram un alınsın. Bunun bir neçə həll üsulu var. Yəni bir neçə dənə həll üsulu var. Gəlin birini məsələn nə edə bilərik buradan? Onu göstərim sizə. Yaza bilərik belə. X-i vuraram 90-a, yəni 90-ı vurdum, bölürəm 100-ə, ədədə görə faizin tapılması bərabər olsun 1260-a. Yəni hansı ədədin 90%-i 1260-dır. Bunu da çarpaz vurarsınız. Və yaxud da gəlin bunları sıfırlarını da silək daha asan hesablamaq üçün. Alınır x bərabərdir 1260 vuraq 10 bölək 9 bərabərdir. Cavab alınacaq. Deməli 1400. Dediyim kimi siz başqa üsulla da hesaplamış ola bilərsiniz. Yəni bir neçə üsulla hesablamaq olar. Keçirəm 9 nömrəliyə.
Deməli 9 nömrəlidə bizə nə deyir? 9 nömrəlidə verilib ki 1 tam 12-də 5. Gəlin birinci mötərizənin içini hesablayaq. Bax bunu elə yan tərəfdə üstündə hesablaya bilərik. Bura bax olacaq. Bu əgər bu mənfi sizi çaşdırırsa, fərz eləyin ki bu mənfi sürətdədir. Yəni məxrəcdə mənfi yazmaq olmaz, amma sürətdə mənfi yaza bilərsiniz. Ortaq məxrəcə gətirirəm 6. 6-nı bölürük 6-ya 1 mənfi 5 vuranda üstə gəlirəm 2, 2-ni də 2-yə vuranda 4. Yəni bu mötərizənin içini neçə eləyir? Mənfi 6-da 1. İndi birinci kəsirimizi, yəni bax bu kəsiri çevirirəm düzgün olmayan kəsirə. Yan tərəfdə yazıram bunu da 12. 12-də 17. Bölünmə əlaməti necə olurdu? Kəsirlərin bölünməsi. Bax yan tərəfdə qeyd edək. Digər kəsir sürət məxrəc yerini dəyişir. 12 ilə 6 ixtisar gedirmi? Bəli, 1. Burada da 2 qalır. Alınır mənfi 2-də 17. Bunu da onluq kəsirə çeviririk. Alınacaq deməli cavabımız mənfi 8,5. Alınır D variantı. Keçirəm digər tənasübümüzü hesablamağa. Tənasübümüzü hesablayanda nə edəcəyik? Tənasübün əsas xassəsi necə idi? Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabər. Deməli, orta hədlərimiz bunlar. Kənar hədlərimizdə bax bu yaşılla işarə etdiyimdir. Yazıram 3,1 x bərabərdir. Bir dəqiqə gözləyin. 3,1 x bərabərdir 9,3 vuraq 9-da 7. Aha. Bunu, yəni hesablamaq üçün də nə edək? İstəsəniz hamısını adi kəsirə çevirə bilərik. Yəni bunlar nə 3,1 olar. Bu da neçə eləyir? 3 tam, yəni düzgün olmayan kəsirə çevirəndə də eləyir 10-da 31 x bərabərdir 9-da 3 belə yazırıq 9,3. Onluq kəsirə də çevirəndə olur 10-da 93 vuraq 9-da 7. Aha. Deməli x bərabərdir. Buradan deməli 9-da 3 ixtisar getmir. Yazaq da, yəni belə yazaq. Bura yazaq 90-da 93-ü də 7-yə vuranda eləyir 651. Buradakini də bölürəm. Yəni böləndə də nə olurdu? İndi sizə açıq aydın yazmaq üçün bir də yazıram. Amma siz konkret olaraq 31-də ona da vura bilərdiniz. 90-da 651 vuraq. Deməli 31-də 10. 10-dan 90 ixtisar gedəcək. Qalsın burada 9. 651 ilə də 31 ixtisar aparsaq. Deməli burada qalır 21. 21. Burada qalır 1. Bu da 9 ilə 21-də yenidən ixtisar gedə bilir. Burada qalsın 3, burada qalsın 7. Olur 3-də 7 ilə cavab da, yəni düzgün olmayan kəsir kimidir. Əgər düzgün olana keçirmək lazımdırsa, keçirə bilərik. Deməli, sonra keçək 11 nömrəliyə. Uyğun tərəfləri perpendikulyar olan, uyğun tərəfləri deməli perpendikulyar olan iki bucaqdan biri o birinin 80%-ni təşkil edir. Uyğun tərəflərimiz perpendikulyardır. Uyğun tərəflər perpendikulyar olan necə olurdu? Uyğun tərəfləri perpendikulyar deyir bizə. 11 nömrədə deyir iki bucaqdan biri o birinin 80%-nə bərabərdir. Yəni ki, biri x-dirsə, digəri x vuraq 80 bölək 100-dür. Aha, deməli uyğun tərəfləri olanda eyni adlı olanda bərabər olurlar. Müxtəlif adlı olanda cəmləri 180 olur. Təbii ki, biri digərinin 80% isə bunlar deməli nə imiş? Cəmləri 180 imiş. Bunda onluq kəsir kimi 0,8x yaza bilərəmmi? Bəli, yaza bilərəm. X-in üstünə 0,8x gələndə eləyir 1,8x bərabərdir 180-ə. X da bərabərdir 180-i bölürəm 1,8-ə. 180. Birinci gəlin kəsir xəttini çəkim. 180 bölək 1,8. Bunu da sürət məxrəcini 10-a vururuq. Eləyir. Deməli 1818-ə böləndə də 100 edir. Bizdən hansını istəyir? Böyük bucağı. Ona görə cavab 100-dür. Kiçik bucağı istəsə cavabımız 80 olardı. Və deyir ki, 300 ədədinin 40%-ni tapın. Ədədə görə faizinin tapılması. Necə eləyirdik? Ədəd vuraq faiz göstərən rəqəm bölək 100-müz. Yəni 300-ü vururam 40-a bölürəm 100-ə. Eləyəcək sıfırlar gedir. 3-ü də vururam 40-a eləyir 120. Yəni D variantı. Deməli, indi isə keçirik 13 nömrəli tapşırığımızı yerinə yetirməyə. 13 nömrəli tapşırığı yerinə yetirəndə nə edəcəyik? Belə eləyə bilərik. Bu kəsirləri ilk öncə virgüldən azad eləmək üçün 100-ə vuraq. 100-ə vuranda 1-0 bu virgül silir, arxasına 1-0. Yəni eləyir 2, çıxaq. Vuranda gəlin qıraqda həll eləyək, bir-birimizə qatmayaq da misalı. 20-də 13. Bunu da göstərə bilərsiniz. Məsələn, adi kəsir kimi daha asan həll olunar sizə. Necə asan olursa, yəni ki 20-də 13-ü də onluq kəsirə çevirib bölə bilərdiniz, fərqi yoxdur. 100-də 20 ixtisar gedir, qalır burada 5. 13-lə 26 ixtisar gedir, burada qalır 2, burada qalır 1. Yəni, bax bu hissəmiz, bax bu qırmızı dairədəki hissəmiz alınır 2-də 5. 2-dən çıxıram 2-də 5-i. Qıbranı silək. Yenə dediyim kimi belə eləyə bilərsiniz. Bunu düzgün olan kəsirə çevirib çıxa bilərsiniz. Və yaxud da ki, məsələn, baxın, variantlarımız onluq kəsirləndir. Da onluq kəsirə çevirə bilərik. 2 çıxaq, 2-də 5 onluq kəsirə çevirəndə deməli alınacaq neçə? 2,5. Yazıram onu da. 2,5-i. 2-dən 2,5 çıxanda da eləyəcək 0,5. Aha, özdə mənfi. Alınır B variantı. Keçirik 14-ə.
Belə eləyə bilərik. İndi bunu sizin üçün xırdalayacağam. Deməli, bunu keçirdək digər tərəfə. Bərabərliyin sağından soluna, soldan sağa gedəndə dedik ki, işarə dəyişir. Və çıxaq z, y, x bərabər 495-ə. Bax, bunlar eyni mərtəbədədir onlar. Yəni, biri 10y-dir. Burada işarə də çıxaq olduğuna görə digəri də çıxaq 10y-dir. Yəni, bəri başdan silib heç açılışa yazmaya da bilərsiniz. Və yaxud da ki, çaşırsınızsa yaza bilərsiniz. Heç bir fərqi yoxdur. Sonunda yenə y-lər ixtisar, yəni bir-birini islah eləyirlər. Üstə gələk z, çıxaq, digər tərəfə keçirəm 100 z, çıxaq x bərabər 495-ə. 100x-dan 1x çıxanda eləyir 99x. Z-dən 100z çıxanda eləyir mənfi. Çıxaq 99z bərabər 495-ə. Buradan da hər tərəfi 99-a bölə bilərik. Hər birini. Yəni ki, bax, bunu da 99-a bölürəm. Bunu da 99-a bölürəm. Bunu da 99-a bölürəm. Qalır nə? X çıxaq z bərabərdir. 495 99-a böləndə də 5 düşür. Yəni, cavabımız olur 5. Keçirəm 15 nömrəli tapşırığa. Deyir ki, 0,4 ədədinin neçə faizi 0,8-ə bərabərdir. İndi bunu belə eləyə bilərik. Əgər düsturla tətbiq eləmək istəyirsinizsə, olar. Yazaram ki, 0,4 ədədinin bizə deyir neçə faizi. Yazaram x bölək 100 bərabərdir. Neçə faiz deyir? 0,8-ə bərabərdir. Aha, nə eləyək gəlin? Buradan bunu çarpaz vuraq. 0,4x bərabərdir. 100-ü 0,8-ə vuranda nə olur? Sıfırları itir də, yəni ki, gəlin yazın, birdən sonra demin ki, müəllimə, bunu hardan aldıq? 0,4x bərabərdir. 2 0 bunun virgülünü silir, burada qalır 8. X da bərabərdir. 8-i bölürəm 0,4-ə, yəni sürət məxrəci 10-a vururuq. 80. 80-i də bölürəm 4-ə, eləyəcək 20. Yəni, çalışdığım qədər xırdalamağa çalışıram ki, siz yaxşı anlayasınız. Aha, deməli, biz bilmirik ki, nə qədər üzüm lazımdır x. X-i vuraram 30% qədər, deməli, alındığına görə hansı ədədin, yəni 30% 24 eləyir. Aha, bunlar da sıfırlar gedər. 3x da bərabərdir. 24-ü vuraram ona, yəni məxrəcdə təsəvvür edin 1 var. 240. X bərabərdir 80. 240-ı da bölürəm 3-ə, yəni alınır 80. Neçə kiloqram lazım oldu? 80 kiloqram. Sonra keçirik 17-yə. 17. X bölək 2. Bir dəqiqə gözləyin, indi mən misal yazım gəlir. Çarpaz vururuq. Çarpaz vuranda 7x bərabərdir 2, 2x plus 3. Yəni bunu belə yazıram ki, sonra bəzən 2-yə vurub 3-ə vurmuşsunuz. Ona görə də 2-ni 2x-ə vururam bir dəfə də 3-ə vururam. Yəni 7x bərabər 4x bərabərdir 6. Nə qədər ya bərabər yazdım. Bura üstə gələk. Burada üstə gələk. Keçirdirəm x-i yan tərəfə. 7x-dan 4x çıxıram olur. 3x bərabərdir 6-ya. X-i da tapanda 6-nı bölürəm 3-ə. Yəni cavab olur 2. Keçirik 18 nömrəliyə. 18 nömrəlidə nə edəcəyik? 18 nömrəlidə bizə verib a böl b bərabərdir 3 böl 2-yə. Yəni, sürətdə duran sürətə, məxrəcdə duranda məxrəcdəkinə bərabər edirəm, amma yanlarına bir k sabiti əlavə edərək. Çünki bilmir yaxı hansı ədədi məsələn ixtisar edib 2-də 3 almışıq o cəhətdə. Bizdən də soruşur a plus b bölək a çıxaq b bərabərdir. Burada eləyir 3k, üstünə 2k gəlirik, 2k. Burada da 3k çıxaq 2k bərabərdir. Eləyəcək 5k bölək k. Bayaqki suala bənzəyir. Deməli, bu cavabımız da olur 5. Cavabımız oldu 5. Bu suallar deməli bütün buraxılışa düşmüş suallardır. Buraxılışın sınaq imtahanlarına, bəzi kursların sınaq imtahanına düşmüş suallar da var. Bizə deyir x və y natural ədədləri keçirəm 19-a. X və y natural ədədlərdir. X və 5 ədədlərinə uyğun olaraq 14 və y ədədləri ilə düz mütənasib olarsa x-in mümkün qiymətlərini tap. Aha, nə edə bilərik? Bizə deyir, bax, x ədədi ilə 5 ədədi uyğun olaraq 14 ilə y. Birinci x-in adını çəkib, sonra 14-ü dediyinə görə x-i bölürəm 14-ə bərabər. Sonra 5-i deyib məxrəcdə y-i yazıram. Yəni uyğun olaraq nə deməkdir? Yəni birinci yerdə duran birincinin qiymətidir, ikinci yerdə duran ikincinin qiymətidir. Düz mütənasib olarsa, düz mütənasib necə həll edirik? Çarpaz şəkildə. İndi bunu da çarpaz şəkildə həll edirəm. Alınır x, y bərabərdir 70-ə. Bizə deyir ki, x-in mümkün qiymətlərini x bərabərdir 70 bölək y. 70-dən nə zaman natural qiymətlər alacaq? 70-i nəyə bölsək natural qiymətlər alar? Bunu da belə eləyə bilərsiniz. Yəni 70 sadə vuruqlara ayıraram. 2, 35. Yəni bütün bölənlərini yazmaq əvəzi belə daha qısa taparsınız. 7, 7. Natural böləni tapanda nə edirdim? Qüvvətlərin üstünə 1 gəlib vururduq. 1 üstünə 1. 5-in də qüvvəti 1-dir. 1 üstə gəl 1. 1 üstə gəl 1. Aha. Cavab olur deməli neçə? 8 olur da 2 vur 2 vur 2. 8. Deməli x-in mümkün qiymətlərinin sayını tapın. Cavabımız olur 8. Niyə? Çünki mən y-i 8 dənə natural ədədə böləndə x natural alacaq. Bunu niyə eləyirik? Çünki bizə bəri başdan deyib ki, x natural ədəddir. Və yaxud da siz bunu tapmaq istəmirsinizsə, bura sizə tam olaraq aydın olmadısa, yəni mən bu 8-i niyə tapdım ki? Aydın olmadısa, oturun 1-1 70-in bölənlərini tapın 8 dənə natural bölənli. Keçirəm 20 nömrəli tapşırığa. Bizə deyir işçinin maaşı 20% artaraq 750 manat oldu. İşçinin maaşının neçə manat artdığını tapın. Yəni ki, biz ilk öncə tapmalıyıq ki, işçinin maaşı nə qədər idi? Əvvəl x idi və 100% idi. Faizdə dedik ki, 100-dən çox istifadə edəcəyik. Sonra 750 oldu və 20% artdı deyə 120 oldu.
Yəni baxaq indi. Bu artanda, bu da artdığına görə bu düz mütənasiblikdir. Çarpaz vururam. 120x bərabərdir 100 vur 750. X da bərabərdir 100 vur 750 bölək 120. Sıfırlar getsə, burada 2'ye getsə, bura 6, burada 50 qalır. Sonra 75'i də bölə bilərik. 6'ya bölməyək. Ya da 4'ə aparardıq da. Gərək 4'ə aparardıq. Gəlin 4'ə aparın. Bir də 2 eləməyim. 12 ilə. Bax bu 120'nin sıfırı 750'nin sıfırından getdi. 12 ilə 100'ü də 4'ə çarparam. Burada qalır 3, burada qalır 25. 3 ilə 25, 75 yaparsam qalacaq burada 25. 25'e vuranda eləyir. Deməli 625, amma cavabımız 625 deyil. Niyə? Bu bizim işçinin əvvəlki maaşıdır. Bizə deyir nə qədər, neçə manat artdı. Neçə manat artdığını tapın. Deməli 750-dən də çıxıram 625-i eləyir. Deməli 125. Cavabımız olur 125 manat. Keçirəm 21 nömrəliyə. Bax, şərtdə mənə nə verib? Gəlin bunu biraz böyüdüm. Şərtdə mənə verib ki, AB paraleldir. AB paraleldir DE-yə. Sonra nə verib? Sonra da BC-nin EF-ə paralel olduğunu verib. Yəni bu nədir? Uyğun tərəfləri paralel. Uyğun tərəfləri paraleldə necə olurdu? Ya cəmləri 180 olurdu, ya bir-birinə bərabər olurdu. Mən də düşünürəm ki, iki bucağın cəmi 180 eləyə bilmədiyinə görə, deməli, bax buradakı bucaqlarımız sən demə nə imiş? Bərabər. Yəni bunlar eyni adlı imiş. Onda bura verilib 2x plus 3y verilib. Burada verilib 5x plus y. Bunları bir-birinə bərabər eləyirəm. 2x plus 3y bərabərdir 5x plus y-ə. Y-lər bir tərəfə, x-lar bir tərəfə, 2y, yəni çıxaq olacaq. Bu tərəfə gedir, çıxaq olur, şarilər dəyişir. 3x-a. Y bərabərdir x-in qabağındakına, x da bərabərdir y-in, yəni qabağındakına, əmsalına da deyə bilərik. Bizdən də x deyir, x bölü y-i, yəni bunu mən kəsrlə də yaza bilərəm, nöqtə ilə də yaza bilərəm, heç bir fərqi yoxdur. K-lar gedir, cavab olur 3 bölək 2. Sonra davam eləyək. Deməli, keçdik 22 nömrəli tapşırığımıza. 22 nömrədə nə deyir? 196 ədədinin 7-də 3 hissəsi. Ədədə görə hissəsini tapanda nə edirdik? Ədədə hissə göstərən kəsrə vururduq. 196 ilə 7-ni ixtisar eləsək, alınır. Deməli, 196 ilə 7-ni ixtisar eləyəndə alacaq 28. 1, burada da 28. 28 də vururam 3-ə. 28 də 3-ə vuranda alıram 84. Deyir ki, 196 ədədin 7-də 3 hissəsi, yəni 84. 175 ədədində neçə faiz azdır? Aha, deməli bax 84 ədədi 175 ədədindən neçə faiz azdır? Faizdə bir düstur dediyi fərq bölək dan şəkilçisi vuraq 100. Aha. 84 175-dən çıxıram 84-ü. Olur 91. Bir dəqiqə bu yan tərəfə çevirim. 91 bölək 171. Dan şəkilçisinin yanındadır. Ədədindən 175-in bölürəm 175-ə, vururam 100-ə. 100 ilə 175-i 25-ə ixtisar apara bilərik. 25-ə ixtisar aparsam, bunu 25-ə böləndə olur 7. Burada 4 qalır, bərabərdir. Aha, sonra da 91 ilə 7 ixtisar eləsək, bunu da sarı eləyək 1, burada da qalır 13. 13-ü də vururam 4-ə, deməli neçə faiz az imiş? 52% az imiş. 84 ədədi 175-dən 52% az imiş. Bax bu deməli 22 nömrənin həllidir. Bir dənə ümumi də baxa bilərsiniz. Keçirəm sonra 23 nömrəliyə. 23 nömrəlidə Euler düsturundan istifadə edə bilərik. Euler düsturu necə idi? A vuraq. Natural ədəd keçəndə bunu öyrənmişik. 1 bölək A. Sonra nə bilim 1 çıxaq 1 böl B. Sonra 1 vuraq davam eləyərsə 1 çıx 1 böl C. Yəni bu nəyə baxır? A ədədinin vuruqlarına. A üstü K, məsələn B üstü N, C üstü M deyək. Buna baxır. İndi bizə nə deyir? 20-dən böyük olmayan natural ədədlər içərisində 20-ni sadə vuruqlara ayıraq. 10, 2, 5, 5-də 5-ə 1. Buradan da bunu necə yazıram? 2 üstünün kvadratı vuraq 5. Deməli, kiçik A-mız 2-dir. Kiçik A-mız. B-miz də 5-dir. B-miz. Gətirək 20-ni deməli düsturda gətirək yerinə qoyaq. Böyük A-mız 20-dir. 20-ni vururam. 1 çıxaq, 1 bölək. Deməli, bərabərdir. Yazaq bir dəqiqə. 20 vuraq. 1-dən 2-də 1 çıxanda nə qalır? Yəni bu 2-də 2 təsəvvür eləyin də. Bu olur 2-də 1. Sonra vuraq. Bu da 5-də 5-dir. Gəlin məxrəcinə baxırıq da. 5-də 5-dən də 5-də 1 çıxanda nə eləyəcək? 5-də 4. Aha, bunları ixtisar aparaq. 2 ilə 4 gedər, burada 2 qalar. Sonra 5 ilə 20-ni apararıq. Bura 1 qalar, bura 4 qalar. 4-ü də vururam 2-yə, bax buradakı 2-yə. Qalır nə? 8. Cavabımız neçə oldu? 8. Yəni 23 nömrədə cavab 8 oldu. 24 nömrəliyə keçirəm. 24 nömrədə bizə deyir ki, 6 ədəd eyni metal pulun kütləsi 15 qram olarsa, gəlin tənasüb qıraq. 6-ya 15-dirsə, 14 belə pulun, yəni dedik ki, eyni vahidlər 6-6 olacaq. Neçə qram olar? Qramlarda 6-6. Deməli, qəpiyin sayı artanda nə olacaq? Qramın sayı da artacaq. Deməli, düz mütənasibdir, çarpaz vururam. 6x bərabərdir 14 vuraq 15. X bərabərdir 14 vuraq 15 bölək 6. 6 ilə 15-i 3-ə ixtisar aparaq gəlin ilk öncə. Burada qalsın 2, burada qalsın deməli 5. Sonra da 2 ilə 14 aparaq 1, burada da qalsın 7. 7-ni də vururam 5-ə eləyəcək 35.
Sonra keçirəm 25 nömrəli tapşırığımıza və yekunlaşırıq. İnşallah ki, aydın izah edə bilmişəm. 3 ardıcıl natural ədədin cəmi 63-dür. Ən kiçiyi ilə ən böyüyün hasilini tap. Natural ədədlər nə edirdik? 1-1 artırdı. Ona görə biri n-dirsə, biri n plus 1-dir, digəri də n plus 2-dir. 1-1 artdığına görə. Bunları toplayıram. Bu 3 dənə ədədi toplayacaq. Bərabər eləyirik 63-ə. N-lər 1 toplanacaq. Qalır 3n plus 1 ilə 2-ni toplayıram. 3 bərabərdə 63-ə. 3'ü keçidirik yan tərəfə. 3n bərabərdir 63-dən 3 çıxıram eləyir 60. N də bərabərdir 60 bölək 3-ümüz də eləyəcək 20. N aldım 20. Deməli bizim ədədlərimiz hansıları idi? Birinci, ikinci və üçüncü. N ən kiçiyimiz idi. Ən kiçik. Ən kiçik. Ən böyüyü nədir? N plus 2-dir. Yəni 20 plus 2-dir. Bu da olur ən böyüyü 22. Bizdən də hasilini istəyir. 20 vuraq. Plus nə idi? 20 vuraq 22. 20-ni də 2-yə vuranda eləyəcək. Deməli 440. Cavabımız olur nə? 440. İlk sınavımız bu qədər. İnşallah ki, izah eləyə bildim. İnşallah ki, yaxşı yazmısınız və videonu axıra qədər izləmisiniz. Hələlik.